Doktor, mən ancaq duzlu yeyirəm. Qarnımda oval formasındadır. Baldızım da deyir ki, 100% oğlum olacaq. Bu düzdür? Gəlin biraz bu xurafatlardan danışaq. Hamiləlikdə qarnın forması uşağın cinsiyyətini göstərir deyirlər. Bəziləri deyir ki, qarın yuxarıdadsa qız, aşağıdadsa oğlan olacaq. Amma əslində qarnın forması uşağın mövqeyi, ananın bədən quruluşu və əzələ tonusu ilə bağlıdır. Yəni cinsiyyət əlaqəsi yoxdur. Məsələn, şirin istəyirsənsə qız, duzlu istəyirsənsə oğlan olacaq. Bu məşhur cümləni də yəqin keçdimsiniz və bu bəzilərini həyəcanlandırır, bilirəm. Amma elmi olaraq qida istekləri, qan şəkəri səviyyəsi, hormon dalğalanmaları və hamiləlik metabolizmi ilə bağlıdır. Uşağın cinsiyyəti ilə yox. Əslində isə uşağın cinsiyyətini müəyyən edən tək bir faktor var. O da spermanın gətirdiyi xromosom. Yəni hər şey mayalanma anında artıq müəyyən olunur və qarnın forması, iştahının dəyişməsi bunu dəyişdirə bilməz. Bəs cinsiyyəti doğru şəkildə necə öyrənə bilərik? Bunun üçün ultrasəs müayinəsi, MIP testi və doğum zamanı vizual təsdiq. Bunlar yeganə elmi yollardır. Hamiləlik sehirlidir, inanclar maraqlıdır. Amma həqiqəti isə hər zaman elm deyir.